bacının belə alt paltarı pırteldən qıraq getdik. Bu oyundan sonra mı? Yo, indidən. Bilirəm ki, çoxu bu videonu gözləyirdim ümumiyyətlə. Bu deməli TikTok reaksiyası deyil. Varavsko çumalar falan deyil də yəni bu. Yəni bu bildiyiniz, yəni bizim ölkədə nə qədər peysər çumala yazara bastı, bir evin gülməyin gəlir. Ha, yəni naturalni. Yəni belə deyim, bu peysərlərə görə cəmaət öz uşağına telefonu vermir ki, yəni girsin sosial şəbəkəyə də. Təsəvvür edin ki, məsələn də balaca oğlunuzdur və ya balaca qızınızdır, telefonu əlinə götürübdü, başım girir. Məsələn də multfilmə baxır, tutam. Reski saqqallı qaqaş bir dənə qabağına çıxdı, bizimki də məs. Qayıb deyir ki, o birisine. Mən bacımla yata bilərsən. 14 illik sıraqdan çıxan Asimin bacısı oğluyam. Mənim belə imkan ver video çəkimdə. Sən hardan çıxdın ala? Qaqa next çalalıyam belə. Dur buradan bilə. Ala mən harda qaldım səncə? Bicbala tostorana oxşur özüm. Nəsə, əgər belə videolar davamlı istəyirsə video like edin, kanalımıza abunə olmayı unutmayın. Çalışdım ki, indi o vaxtki kimi videolar falan tez-tez atam. Nəsə, sözdə yox, əməldə göstərərəm inşallah. Gəlin, neyniyə gəlin başlayaq. Bacardığım qədər videonu çalışdım, dütdüyəm. Çünki dütlənməlidir də yəni bu video, başa düşürsünüz? Hə, bir də ki, videoda kimlər iştirak edirsə, yəni, indidən boyunlarına qrelka alıb qoysunlar. Bax, 1 litrlik qrelkadır, bax, görsünüz balacadır. Gəlin uzatmadan başlayaq. İlk, deməli, bir Petruğun bir dənə videosu var, gəlin ona baxaq. Dola manısına. Boyu yerə soxum sən. Mahnıya bax, bunun qıvrılmağına bax. Ay canın yanmasın sənin, itin qızı. Adam utarı nəsə deyə. İndi bilirəm ki, bəziləri gözlür ki, bunu söyəm. Gəlin birinci vəkilimdən bir soruşaq. Çünki belləri iş verən olur. Birisi ki, təzminat falan açacaq. Mənə dava açacaq, başım, məndən pul tələb edəcək ki, mən onu söymüşəm. Ona görə gəlin bir dənə vəkilə yığaq. Yox, brat, mən indi bunu söysəm məsələn. Bu mənə nəsə belə ziyan vura bilər, maddi də. Yəni, ən dibi deyirsən 10.000 manat da. Yaxşı, eşləyək. 10.000 manat. Nə qədər 10.000 manat? 6.000 dollar. 550.000 falan rubl. Dəyərmi yoxsa dəyməz? Dəyər məncə sənə. Peysərsən sən. Növbəti bicbala. Ala, yaxşı kala bunu da göndəriblər. Öpürəm sizə. Yadımdan çıxacaqdı. Bu var ya, Azərbaycan ən şərəfsiz adamıdır, Quranando. Tanıyaq sizin damınız. Ala, mən bilət Rusiyada yaşaya-yaşaya. Short, YouTube-a girirəm, short aşağı edirəm, Instagram-a girirəm, aşağı edirəm belə. Ancaq qabağıma bu çıxır. Hamını da söyür. Uşaqları söyür, nə bilim ala, qızları söyür, xanımları, nə bilim kişilər. O işte hamını söyür də. Bunun dediyinə görə hamı peysərdir. Bir dənə bu qeyrətli oğlandır. Həqiqət deyirəm sizə. Yəni baxsaz tanıyasınız yəni. O s**laq belə 5 manatlıq patiyə oxşuyur. Aile bu eşitlik. Biraz da söylen oğlum. Biraz da söyle. Qız öyrəşib edir, biraz da söyür. Bu nə yiyir ala? Qeyrətinizi. Bəlğəmin alın tökdü kameranın üstünə. Soska döysən. Hardasan sen vapşe? Hardasan sen tutup minerek yarın bir köse kimse ne kadar söz deyirsən? Çok konum atıram. Ne bileyim ağzına. Aa, bu nə danışır ala? Sən boyu yerə soxum. Qıza görə nə deyir? Deyir konum atıram, deyir Castrelkaya. Ala, ged özü hörmət elə sən can. Bilmirsiniz dostlar, bu dəlixanada bəlkə canlı açır. Yo, həqiqət deyirəm sizə. Olsa bizə nə, Konçinin arqamanı oxşur. Bak bir yemin yerine bu güzel. Hardasan sen? Durup orada danışmaktan dilini aç. Sen böyüden ananın da ağzını. Sen böyüden Dəli deyil. Ne işin var? Gülür özdə. Sayıza bir dəstək olalım da var ya. Sıvı danışın. Hadi sən dəstək olan da var yox. Ha, buna aparıb çolluqda bu bütün başını buraxın bir saniyə. Diqqətlə mənə qulaq asın. Deməli aşağı link qoymuşam Real Business-in. Qeydə keçən kimi 5 dollarlıq bina hədiyyə olunur. Belə deyim, bilirsiniz də yəqin ki, mən orada öz şəhərimi qurmuşam və hər gün pul çıxarış edirəm. Bayaqları məsələn 156 manat rovnu pul çıxarış elədim mən ona. Belə deyim də sizə, yəni sizdən heç bir şey getmir ki, sizə bir şey çatmır. Qeydə keçən kimi 5 dollarlıq sizə bina hədiyyə olunur və o binadan nə qazandırsa çıxarış edirsiniz. Sadəcə olaraq belə fürsətlərdən istifadə etmək lazımdır. Bilməyənlər üçün tez baza bir dənə başa salım. Gördüyünüz kimi mənim şəhərimdir. Məsələn, baxın binamdan 411 dollar gəlir ucu yığılıbdı, toplayacağam. Topladım, balansım oldu 931 dollar. Bu dəqiqə bütün binalara super endirimlər gedir. 20% aşağı qiymətədir hamısı.
Yəni indi əsl momentidir. Ona görə dostlar, bir də super binalar var burada. 250 dollar. Gəlin bir dənəsini alın. Tez bazar. Çünki məhdud sayıda adamımızı aldıq bir dənəsini. Yerləşdirəcəm. Düz bax burayla. Düz orada. Oy oy oy, səviyyə bomba kimi. Nəsə link aşağıda dostlar. Keçin endirimlərdən də istifadə edin. Real Business bomba dəqiqətdən də. Allah qıbını iki fişlə basın. Ondan şunu olmaz. Demek ki biz romantik söhbət. Romantik ne söhbət? Bomba. Aa, siz porno çəkisiz o. Yani öpmeyin olmaz. Sonra eşitsən. Sen bana dəl kimi bağlanıbsan. Sen masaydım durup basa yanınıza gelmezdin. Sen bana profilde Ola sən basıb eləməsən canım. Bassan bilib yazıq deyib uşaq bunu tanıyıram. Boyu zad çıxılıdır. İtib eləyər. Ya zərafət qoyaq, bundan mırtdaşmayacağam. Bu onsuz da tanıyırsınız. Sən nə qədər içirsən? Səndən gəlib knedin ola. Gəl. Hadi yaxşı, ay belə alıb etsi də. Sən al uşağın xətrinə dəymə. Görmüsən cəlid oğlan oxşuyur. Elə beləcə oxşur. Pirdeldən qırağa çıxırıq, yoxsa necə? Prideldən qıra bacı, zat, bacının belə alt paltarı. Prideldən qıra. Getdik. Bu oyundan sonra mı? Yo, indidən. Yo, bu oğlan mən, bu sağdaşı oğlan mənim xoşuma gəldi. Halal olsun. Qaqaşa halal olsun, Allah hamd olsun, tələsmir. Baxaq. İndidən. Deyir ki, hələ ki, indi yox, birazdan deyir peysər ataram ya. Yo, ümumiyyətlə, mən sən qaqaş, mən privestivit edirəm sən halaldır. Tələsmirsən, həmişə deyirlər, tələsən təndirə düşər. Yəni, çalış yavaş-yavaş qalx. Yəni ağır sual verəcəm də sən. İndi sən uduzub qaçsan var ha, sən. İndi sabah eləmək ki, bacı, mama gəlmə. Yanıma, pamper. Bilirsən ki, Benten də var, gözlə. İndi sabah eləmək ki, Dəstək olalım da bari. Ay oğlan, mənlə yatmısan sən? Bunlar nə danışırsan? Petuklarla yatmıram. Mən petuq deyiləm axı. Məsələn bir gəlib yoxlamısan. Düzdür, amma petuq oxşur heç bu. Deyirəm deyəndə ki, bəllidir də, indi görürük də sənin. Yox, sübut eləyə bilərsən mənim petuqluğumu. İşte petuq olduğunu sübut eləmək olmur da. Şahid görüşünə görə heç kim heç nə deyə bilmirlər. Başa düşdün? Yo, həqiqətən belə deyim, bu ikisi də dastoylu oğlanlardır. Bunların böyük hörməti var, eşitmişəm. Məşid Ağada, Nərimanovda, Vasimoyda, yəni qaqaşlar var ki, bunların üstünə işiyib. Həyatda, mujutskoy həyatda, kişi həyatında. Anıya da, bacıya da, qardaşı da ativsə sorursan. Varabskoydan və hər kəs də özünü ativsətdir. Ödeyləri, Varabskoyda hər kəs də özünü ativsətdir. Amma mujutskoyda, semiyədə, anana da... Fikir vermin, qaqaş patı bu dəqiqə qoyub özü bunu. Qrişanın, nə danışır bu? Əla, bir də soxun belə, nəsə qulaq asın bir dənə sən can. Bu videonu sonlandıram həqiqətdən. Çünki belə açığı deyim, yəni çoxdur video. Prosta baxası deyiləm, istəyirəm ki, bunun ikinci, üçüncü serisini çəkəm. Plus da ki, çoxlu uzun ol. Belə deyim də uzun istəyirəm gələn videolar olsun. Məsələn də 20 dəqiqəlik video. İstəyirəm ümumiyyətlə yarım saatlıq videolar paylaşım belə. Çünki hamı deyir ki, videolar uzun çək falan. Nəsə belə eləyək. Buradakı bəzi videoları saxlayaq. Burada slişkim çox video var. Çünki Instagramda direct deyirsiniz, part 1-də, yəni hamı giz-giz belə videolar atır. Burada çox pis söyüşlər də var, bu dəqiqə kompüterdədir, yəni açıqda. Çox qırğın videolar var. İnşallah əgər istəsəz bu videonun davamını çəkərəm. Heç bir şey. Əgər videonu bəyənirsə like eləyin, kanalımıza abunə olmağı həmişə kimi unutmayın. Öpürəm hamınızı. Hə bir də buradan da bu videodakı oğlanlara, kişilərə səsləyirəm. Əgər beyninizdə belə bir şey fikirləşirsiniz ki, məsələn, Zevs məni tanımır, mənim haqqımda niyə belə danışır? Yenə deyirəm sənə, ola bilər ki, mən səni tanımıram, amma tanıdım da yəni, başa düşdün? Amma belədir ki, yəni, çox pis baxma, belə deyim də sənə,